Bismillahirrahmanirrahim. Aziz arkadaşlar, bir daha kebap buyuruq 2 metr. Təqdim edirik tamam əzizlərimizə. Bu əlbət Leyla ilə buyuruq ki, əldə olmaz yəni bu uzunluqda kebabı. 1 metri vurmaq olar. Bəli, 2 metri bir çətindir. Buyuruq təqdim edir tamamı bizim peysi dombal edənlərə. Bu halette bunlar ağıran geçerli üstlerine ki artık bu kümmet kebabı vurmak her adamın işidir. Ha? Aha. Bizim Berdan da əlləri ağrımasın. Bizim əzizlərimizdendir. Bu küçük keçə ağıran söylər. Yox. Bir daha indi bu halet eləyəcəyik. Tabam qəşəng, nə mənə kebabın iki tərəfi də otsun. Əlbət bu 2 metr kebabın özü bir daha mahiri adamın işi daha. Elə o rahatlıqda deyil. Burası. Ağrım yox, belə çövrəzi yox. Daha bəzi yerlərində baxacağıq ki, mesela o başında bərkidəcək yox bu halette ki tökülməz. Gördün benden. Hem de kardeş. Bu bizim kebabımız 2 metr qutuluq deyil. Bir daha da başım bərkidəcək. Yox. Da o
Bir düz elə ki, mənə çox gördü. Aziz dostlar, 2 metr 10 santim hududdan kebaptır. Ocaq elə 2 metr 16 santimdir. Fəqət təqdim edilən bizim peysilərimizi tombal edənlərə. Yeriz boş fəqət. Əlbət kömür qızı var, deyəm biraz da qoy. Bəzi eləndə də yetişməsə həll eləyək. Təqdim fəqət əzizlərimizdir ki, bizim peysi tombadır. Bunu vurduq ki, fəqət ruhiyyə gəlsin biləcək. Mənim də az aşpazlıqlarıma iyrət sardım. Neyse dedim. Qacəm yapış. Yok yok. Yok. Kebap oğlu kebaptı ha. Rekor dedi, UNESCO'ya sındırdık burada. O da bize ne filmin çok gördük ki, demeyeler ki ha töküldü ha, töküldü böyle oldu böyle oldu. Özlem bunu anlatsadı şöyle. Ha? Diyeyim. Bizim de Bəhram vardı. Bəhram, namı Bəhram Xan. Həsən çasında olar. O da film bərdarlığı eləyir. Bəhram Nəcaddır, nə mənə? Bəhram Abbas Necat. Abbas Nəcad. Sağ ol. Bu bizim əzizlərimizdən də, ona da bizə əziyyət deyil o. Canım sən Yox. qardaş. Bəh. Evini abad Allah. Evini abad Allah. Təqdim edin fəqət bizim peysil tombad edənlər və əzizlərimizə. Gözünə bir ruhiyyə tapsınlar. Ruhiyyə dibis pənca.